Kürdəmirdə minik avtomobili traktorla toqquşub ölənlər var. Kanal 10 TV Azərbaycan Report-a istinadən xəbər verir ki, hadisə Ağsu Kürdəmir İmişli yolunun rayonun Mollakənd kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, həmin yolda hərəkətdə olan VAZ 2107 markalı avtomobil traktora çırpılıb. Nəticədə ilkin məlumata görə 2 nəfər həyatını itirib. Daha 3 nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə yerinə hüquq mühafizə orqanı, eləcə də Fövqəladə Hallar Nazirliyinin qəza xilasetmə dəstəsinin əməkdaşları cəlb olunub. Avtomobildə sıxılı vəziyyətdə qalan sürücü və sərnişinlərin çıxarılması işləri həyata keçirilir. Kürdəmirdə ağır yol qəzasında ölənlərin və yaralıların kimliyi məlum olub. Kanal 10 TV Azərbaycan Report-a istinadən xəbər verir ki, VAZ 2107 markalı avtomobilin traktora çırpılması nəticəsində bir ailənin 3 üzvü, Səmiyə Hüseynova, sürücü İlkin Hüseynov, Yusif Hüseynov, ölənlər isə Vüsalə Hüseynova və oğlu Uğur Hüseynovdur. Faktla bağlı araşdırma aparılır.